Vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 6-cı sinif şagirdləri üçün ümumiləşdirici tapşırıqlar mövzusunun tapşırıqlarına baxmış olacağıq. Elə isə keçək birinci tapşırığa. Birinci tapşırıqda bizdən soruşur. Uyğunluğu müəyyən edin. Hidrogen molekulu, oksigen molekulu və su molekulu. Bunlardan hansıdır? Uşaqlar, biz mövzu izahında öyrənmişik ki, hidrogen molekulu kiçikdir və kütləsi azdır. Ona görə hidrogen molekuluna B uyğun gəlir. Amma oksigen molekulu daha böyükdür və ağırdır. Ona görə oksigen molekuluna uyğun gələn C olur. Amma su molekulu isə 2 hidrogen və 1 oksigen atomlarından ibarətdir. C də uyğun gəlir. A variantı. İkinci suala keçək. İkinci sualda soruşur. Nicat bərk halda olan saf maddənin ərimə və qaynama temperaturlarını ölçmək istəyir. A variantını işləyək. Bunun üçün o aşağıdakı hansı ləvazimatlardan istifadə etməlidir? Uşaqlar, deməli Nicat hansısa bir bərk maddənin ərimə və qaynama temperaturunu ölçmək istəyir. Əlbəttə ki, bizə bir temperatur lazımdır, termometr lazımdır. 6-cını seçdik. Amma ərimə və qaynama temperaturunu ölçmək istədiyinə görə, demək ki, biz bərk maddəni əvvəlcə əritməliyik. Əritmək üçün bərk maddəni hər hansı bir qaba atmaq lazımdır, düzdür? Demək ki, bizə 1 lazımdır. Daha sonra hansısa bir qabı götürmüşük. Onu bu 3 ayağının üzərinə qoymaq lazımdır. Deməli, bizə lazımdır 5 və daha sonra biz 3 ayaqlının altında yandırmaq üçün spirt lampasına istifadə etməliyik. Deməli, hansılar oldu? Termometr, 3 ayaqlı, qab və spirt lampası. B variantında soruşur ki, ölçmə işi hansı ardıcıllıqla aparılmalıdır? Əvvəlcə nə edərik? Qabı qoyarıq 3 ayaqlının üzərinə. Düzdür? 3 ayaqlının üzərinə yerləşdirdikdən sonra bərk maddəni də qabın içərisinə atarıq. 3 ayaqlının altında spirt lampası yandırarıq və spirt lampası yandığına görə qab qızacaq. Qab qızır və içərisindəki bərk maddə əriməyə başlayacaq. Əriməyə başladığı anda, bitirdiyi anda biz termometrlə ölçərik. Hansı temperaturda əridiyini müəyyənləşdirmiş olaraq və daha sonra yenə də spirt lampası yanmağa davam edər və sonda qaynama həddinə çatar. Qaynama həddinə çatdıqda da qaynama temperaturunu ölçərik və bu nəticədə həm bərk maddənin ərimə temperaturunu, həm də qaynama temperaturunu müəyyənləşdirmiş olarıq. Yəni, bu ardıcıllıqlarla işləri aparmaq lazımdır. Elə, indi keçək uşaqlar sizinlə 3-cü tapşırığı. 3-cü tapşırıqda bizdən soruşur ki, A, B və C maddələrinin ərimə və qaynama temperaturlarına uyğun diaqramlar verilmişdir. Və bu diaqramlardan istifadə edərək maddələrin verilmiş temperaturlarda hallarını müəyyən edin. Baxın uşaqlar, deməli, A maddəsi 5 dərəcədə baxın əriyir, düzdür? Eyni bu A maddəsinin bir də qaynama bu qrafikini verib. Həmin o A maddəsi bu temperatur orta temperaturdur. 60 və 70-in ortasında, 60 və 80-in ortasında tutaq ki, 70 dərəcə götürək. 70 dərəcədə nə edir? Qaynayır. Deməli, biz ərimə temperaturunu götürürük bu qrafikdən, qaynama temperaturunu isə götürürük bu qrafikdən. O zaman qeyd edək və siz sınaqlarda və yaxud da ki, monitoringdə düşdüyü zaman da bu şəkildə özünüz üçün qeyd edin. Çünki bu şəkildə yazsaz sizə rahat olmuş olacaq. Deməli, A maddə ərimə temperaturu nə qədər oldu? 5 dərəcə. Ərimə temperaturu 5 dərəcə. Bəs qaynama temperaturu nə qədərdir? Qeyd verək burada 70 dərəcəni götürə bilərik. 70 dərəcə. Deməli, 5 dərəcədə əridi, 70 dərəcədə qaynadı. İndi B temperaturuna
B maddəsinə baxaq uşaqlar. B maddəsi fikir versək burada 25-dən yuxarı 30-dan aşağı hardasa 27 götürə bilərik. B maddəsi yazaq burada. B maddəsi. Deməli, ərimə dedik təqribən 27 olur. Çünki 25-dən yuxarıdır. 27 dərəcə. Amma qaynama nə qədərdir? Qaynama. Bir verək B maddəsinə baxırıq burada. B maddəsi 120-dən bir qədər yuxarı. Hətta 121 deyə bilərik. 121 dərəcə. Selsi. Deməli, bunu da qeyd etmiş olduq. İndi keçək C maddəsinə. C maddəsi. Fikir verək uşaqlar. C maddəsi burada, bax, bu dərəcədədir. 10 və 15-in arası. Təqribən 13 dərəcə götürə bilərik. Deməli, C maddəsi əriyir. Ərimə temperaturu 13 Selsi. Amma qaynama temperaturu nə qədərdir? Fikir verək, burada göstərib 100 dərəcəni. Deməli, qaynama temperaturuna da qaynama 100 Selsini götürə bilərik uşaqlar. Bax belə, bu şəkildə özümüz üçün hər bir maddəni qeyd etmiş olduq. İndi bu verdiklərimizdən, yazdıqlarımızdan istifadə edərək B halını müəyyənləşdirmiş olacağıq. Bax, bunların hər birini qeyd edirəm. İndi keçək B halını müzakirə edək. B halında deyir, A maddəsinin 90 Selsidən 40 Selsiyə qədər soyutluqda hansı hal çevrilməsi baş verər? Baxın uşaqlar, A maddəsi 90 dərəcədə hansı haldadır? Əriyirsə 5 dərəcədə, demək ki, qaynayır hansı dərəcədə? 70 dərəcədə. 90 Selsi 70 dərəcədən yuxarıdır. Yəni, sonra gəlir. Demək ki, qaynama həddini aşıb 90 dərəcədə. Yəni, qaynama həddini aşıbsa hansı haldadır 90 dərəcədə? Bəli, buxar halındadır. Deməli, qaz halından, buxar halına qaz halı deyə bilərik. Qaz halından hansı hala çevrilir? Bəs 40 Selsi hansı aralıqdadır? 5 ilə 70-in arasında. Biz bilirik də, mövzu izahından öyrənmişik ki, əgər bu Selsilərin arasındadırsa, demək ki, 40 dərəcədə maye halındadır. Bəli, maye. Deməli, A maddəsi 90 Selsidən 40 Selsiyə qədər soyutluqda qazdan mayeye keçir. Belə. İndi keçirik B maddəsinə. B maddəsi 10 Selsidən 40 Selsiyə qədər qızdırıqda. Əvvəlcə 10 Selsini araşdıraq. B maddəsi 10 Selsidə fikir verin, hansı halda ola bilər? Əriyir 27 dərəcədə. Düzdür? 10 Selsi 27-dən aşağı, yəni solda yerləşir. Əgər 10 Selsi 27-dən aşağıdırsa, demək ki, 10 Selsidə həmin maddə olub hansı halda? Bəli, bərk halında. Bərk yazaram. Bəs 40 Selsiyə qədər qızdırıqda. Fikir verin, 40 Selsi yenə də 27 ilə 121-in arasında yerləşir. Arasında yerləşirsə maye. Bəli, bura yazaram maye. Demək ki, bərkdən mayeye çevrilmiş oldu. Daha sonra C maddəsinə baxaq. C maddəsi 30 Selsi. Düzdür? 30 Selsidə həmin C maddəsi hansı halda olacaq? Fikir verək uşaqlar yenə də. 30 Selsi 13 və 100-ün arasında yerləşir. Həmin yerə də aralıqda yerləşdiyinə görə 30 Selsidə maddə olacaq maye halında. Bəs 5 Selsiyə qədər soyutluqda. 5 Selsiyə qədər soyutluqda 13 Selsidən aşağı temperaturda daxı. Demək ki, bərkiyir. Bəli, bərk hala çevrilir. Mayədən bərkə çevrilmiş oldu. Belə uşaqlar, 3-cü tapşırığı da izah etmiş olduq. İndi keçək 4-cü tapşırığa, həllinə. 4-cü tapşırıqda bizdən soruşur ki, şəkildə bərk halda olan hər birinin həcmi 1 santimetrin kubu olan 4 müxtəlif metal verilmişdir. A variantında hansı metalın kütləsinin daha çox olduğunu müəyyən edin. Yəni, hansı metalın kütləsi daha çoxdur? Mövzu izahında öyrənmişik ki, kütlənin düzluğu M bərabərdir, rho vurulsun V ilə hesablanır. Fikir verin uşaqlar burada, həcmi 1 santimetrin kubudur. Yəni,
hamısının həcmi eynidir. Mən deməli həcmlə iş görməyəcəm. Deməli kütlə sıxlıqla necə mütənasib asılıdır? Düz mütənasib asılıdır. Yəni sıxlıq nə qədər çox olarsa, kütlə də o qədər dəfə çox olacaq. İndi axtaracağıq. Hansının sıxlığı çoxdursa, kütləsi də çoxdur. Platin. Baxın, ən böyük sıxlıqla platindir. Demək ki, platinin 1 sm kubundakı kütləsi də ən böyükdür. Ona görə də ən çox kütləsi olduğunu müəyyən edək. Hansıdır? Platin. Yazdıq. Və B variantına baxaq. Həcmi 4 sm kubu olan dəmirin kütləsini hesablayın. İndi məsələ həll edəcəyik. Kütləsini düsturu bilirik ki, n bərabərdir rho vurulsun V-də. Dəmirin sıxlığını buradan baxırıq. Dəmirin sıxlığı 7,86-dır. Daha sonra həcmi də 4-dür. Vuracam 4-ə bərabərdir. Neçə edəcəksə cavab yazmış olacaq. Yazaq. Cavab 31,44 qram. Yəni, bu şəkildə tapmış oluruq uşaqlar. İndi keçək 5-ci suala. 5-ci sual çox maraqlı və geniş izah tələb edən sualdır. Və keçən il monitoringdə də bu tipdə bir sual düşmüşdür uşaqlar. Ona görə diqqətlə qulaq asın. Leyla içərisində 10 ədəd eyni ölçülü kürə olan qabın kütləsini, sonra isə bu kürələrin həcmini ölçür. İndi bu ölçmələr nəticəsində aşağıdakı cədvəli doldurmalıyıq uşaqlar. Baxın uşaqlar, deməli, əvvəlcə qab ilə kürələrin birlikdə kütləsi ölçülüb və müəyyənləşdirilib ki, hər ikisinin birlikdə kütləsi 32,5-dir. Amma diqqət edin burada, verib ki, qabın kütləsi 2,5 qramdır. Əgər qabın təkcə özünün kütləsi 2,5 qramdırsa və qab ilə birlikdə kürələrin kütləsi 32,5 qramdırsa, deməli, mən qabın kütləsini çıxsam, yerdə qalacaq kürələrin kütləsi, düzdür? O zaman yazıram. M bərabərdir 32,5 çıxılsın. Qabın öz kütləsi 2,5. Alaram 30 qram. Amma 30 qram ümumilikdə bu kürələrin kütləsidir. Bizdən baxın nə soruşur? Bir ədəd kürənin kütləsini. Bir ədəd kürənin kütləsini hesablamaq üçün baxın 30 qram əgər 10 kürənin kütləsidirsə, bir kürənin də kütləsi nə qədər olar? Əlbəttə ki, 30-u bölərəm ona. Bərabərdir 3 qram. Deməli, bir kürənin kütləsi 3 qram olacaq uşaqlar. İkincisi, ölçü qabında olan suyun həcmini. Baxın, ölçü qabında olan suyun həcmini buradan baxsaq, görərik ki, 20-yə bərabərdir. O zaman yazaram 20 santimetrin kubu. Ölçü qabında suyun kürə ilə birlikdə həcmi. Kürə ilə birlikdə deyirsə, artıq bu mənzurkiyə baxmış olacaq və burada qeyd olunub, daha da açıq-aşkarda 35 milli. 35 santimetrin kubu burada qeyd edərəm. İki ölçü qabındakı həcmlər arasında fərq. Həcmlər arasında fərq deyirsə, deməli 35 santimetrin kubundan çıxaram 20 santimetrin kubunu. Edəcək 15 santimetrin kubu. Və daha sonra bir ədəd kürənin həcmini hesablayın. Bir ədəd kürənin həcmini. Fikir verin uşaqlar burada. Mənim tapdığım bu 15 santimetrin kubu ümumilikdə bu kürələrin hamısının birlikdə yaratdığı həcm fərqidir. Amma bir kürənin yaratdığı həcm fərqini hesablamaq istəyirəmsə, yenə də əvvəlki kimi 15-i bölərəm 10-a, bərabər olar 1,5 santimetrin kubuna. Deməli, bir kürənin həcmi bir kürə. Edir nə qədər? 1,5 santimetrin kubu. Və ən sonunda kürənin sıxlığını hesablayın deyir. Kürənin sıxlığını hesablamaq üçün düsturu yazaram. Rho bərabərdir
M bölünsün V-yə və gətirib yerinə qoyaram. Fikir verin uşaqlar, biz kütləni nə qədər tapmışdıq? 3 qram tapmışdıq. O zaman yuxarıda M-in yerinə 3 yazaram və kürənin həcmində 1,5 tapmışdıq. 1,5 bərabərdir. 3-ü 1,5-ə böləndə 2 qram bölsün santimetrin kubu. Və bunu bu şəkildə müəyyənləşdirmiş olduq. Belə uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın oldu. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin mimarı uşaqlar, siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər. Sağ olun uşaqlar.